Əziz izləyicilər, avtomobil Mercedes S-Class avtomobil yanımıza yaxınlaşma səbəbi yanacaq sistemi çirkli, avtomobildə çəkim problemi var idi və sərfiyyat artımı var idi. Çox adamlar farçuqalar yuyur, qardaşlar, bu filtri dəyişmək və yaxud da yumaq yaddan çıxır. Yaxınlaşın görün sizə nə göstərəcəm. Bax, filtrin içindən axan zirzibil. Bax, görürsünüz bunu. Benzinin keyfiyyətsizliyi. Bu filtri dəyişməyəndə və yaxud da yumayanda farçuqalar yuyulmasının bir çox mənası olmur. Yəni, əvvəlki hal olur avtomobildə. Sürürsünüz avtomobili 5 gün, 10 gün, 1 ay eyni hala çevrilir. Birinci növbədə bu filtri dəyişmək lazımdır, sonra da keçmək lazımdır motorxanadakı işləri yekunlaşdırmaq. Zibil sıxıyor. Ama tam yok. Avtomobilin işi yekunlaşdı. Qardaş avtomobildə bütün yanacaq sistemi yüzüzdürdü. Xeyirli uğurlu olsun müştərimizə. Zəhmət olmasa izləmədə qalın. Takip atın. Və gördüyünüz kimi avtomobilimiz 92 ilə işləyib bərbad halda yanacaq sistemi. Yolda təmizlənir.